Bu qapını açmaq. Ay qonşu. 2 saatı qapını döyürəm açmı deyil. Ürəyim yerindən çıxır, bu məsələni belə olmaz. Kimdir? Qonşu qapını aç, ürəyim yerindən çıxır, səndən bir söz soruşacağım. Acıya sağa düşdü, bu kimdir belə? Gözümə gəl lan. Bu hamı bir-biri Allah'dır. Bu belə olmaz, bu ona deyir, bu buna deyir, bu nətər baş verir, bu... Ama öz övladına nətər ola bilər ki, elə deyilsin. Bu... Akşam xeyir qonşu. Akşam xeyir. Vaxt narahat elədim. Onlar ki... Gəl, xoş gəlmişsin. Qonşu, mən ürəyim partlayır. Bu məsələni... Mən bu sualın cavabını tapamıyorum. Salamatçılıqdır. Belə salamatçılıqdır ki, bax bu nətər olur ki? Bir ata övladına deyir ki, bala sizin dövrünüz gözəl dövrdür, yaxşı dövrdür, oxumalı dövrdür, filandır, bəşməkəndir, gözəl dövrdür. Bunu kimsə başa düşdü. O uşaq böyüyür, həmin ata deyir ki, bizim dövrdə çətin idi, indi yaxşıdır. O uşaq böyüyür, 30 ildən sonra, 40 ildən sonra o uşaq böyüyüb ata olandan sonra öz uşağına deyir ki, bu dövr gözəl dövrdür, yaxşı dövrdür, bala bizim dövrümüz çətin idi. Bu nətər çətinliyi çətin deyir, axı o atası demişdi ki, bu dövr gözəl dövrdür. Bax bu nətər olur, rəyən partlayır, yatandır. Qonşu, ona görə saat 3-də gəlib o qapını döyürsən. Saat... Yatanmıram axı. Qardaş, sən ümumiyyətlə salamatçılıqdır səndə. Ürəyim partlayır. Məsələdir, bunu oturub ancaq sənə izah eləməliyəm. Gəl gedək içəri. Yox, bu da deyim, ürəyim partlayır, bu da deyim. Bax, yenə deyirəm, böyük bir söhbətdir, uzun çəkəcək. Gedək oturaq, içəridə bir çay çək. Bir səni normal başa salaq. Gedək. Yaxşı. Bax, uşaqlar da qoymuram, yatma. Yaxlar gedib ofisi qonşa deyirəm, o deyir ki, sən qalacağın mərfəqini deyir, saat 3-də deyir, bu sual verir. Mən nətər edeyim? Səbir ol, izahını verirəm. Bax, gözəl qonşu. İnsan yaddaşı seçici olur. İnsan keçmişi xatırlayanda çətinlikləri dramatikləşdirir. Yəni, başa düşürsünüz də bunu. Gözəl anları unudur. Az xatırlayır. Başa düşdünüzmü? Gözəl anlar tez yaddan çıxır. Yaş artdıqca insan deyir, o vaxt çox əziyyət çəkdik. Bu tam həqiqət də ola bilər. Amma yaddaş onu daha da ağır göstərir. Hər dövrün öz çətinliyi var. Əvvəllər aclıq, müharibə, yoxsulluq, texnologiya çatışmazlığı var idi. Bu əvvəllər olub da. İndi isə stres, rəqabət, internet, təzyiq, bahalı həyat, sosial müqayisə, bunlar daha inkişaf edir. Yəni, çətinlik dəyişir, amma yox olmur. Valideyn deyir, indi rahatdır. Çünki artıq əvvəlki problemlər yoxdur. Amma övladının öz dövrünə aid başqa problemləri var. Başa düşürsünüzmü? Valideynin məqsədi motivasiya verməkdir. Ata-ana istəmir ki, övladı onların çəkdiyi əziyyəti çəksin. Ona görə şuurlu və şuursuz şəkildə deyilir. Sən oxu, yaxşı yaşa, imkan var. Bu bir növ tərbiyə üsuludur, yəni belə baxanda. İnsan gördüyünə tez alışır. Bir dövrdə yeni imkan yarananda internet rahatlıq, texnika əvvəlcə böyük marağa səbəb olur. Bir nemət kimi görsənir də, başa düşdünüzmü? Biraz keçəndən sonra adiləşir. Yəni, insan düşdüyü mühitə uyğunlaşır da, amma yenə də insan narazı qalır. Dünya ümumi olaraq inkişaf edir. Nə qədər desək də, təhsil inkişaf etməyib, səhiyyə inkişaf etməyib, informasiya inkişaf etməyib, imkanlar artmayıb, doğru olmaz. Çünki təhsil, səhiyyə, informasiya, bütün imkanlar dünyada inkişaf edir. Eyni zamanda Azərbaycanda. Ona görə nəsillər həqiqətən düşünür, indi daha rahatdır. Başa düşürsünüzmü? Amma eyni zamanda həyat da mürəkkəbləşir. Yəni, bunu da nəzərinizə çatdırım. Nəticə olaraq bu dövrdə söhbət yaddaşın seçici olması,
nəsillərin bir-birinə ümid vermək istəyi, real inkişafın baş verməsi, hər dövrün özünə məxsus çətinliyi bununla seçilir. Ona görə də hər nəsil belə deyir. Çox güman ki, bizim övladlarımız da öz uşaqlarına eyni şeyi deyəcəklər. Yəni, başa düşdün mü indi? Hə, yox, başa düşməmsən mənə. Başa düşmədim mən. Gəl sənə loru dildə başa salım da, gözəl qardaş, gözəl qonşu. Başa salım mı? Yəni, loru dildə. Məni başa düşəcək dildə bir görüm, nə başa düşüm mən burada? Bu belə... Hə, qardaş, hər nəsil öz uşaqlarını Allah'dır ki, oxusun. Oxumur, böyüyür, sonra başlayır, o da öz uşaqlarını Allah. Başa düşdü? Dur! Dur! Gecə saat 3-də gəlib. Tam bir-birinin Allahçımazı, axı belə şey olmur,